Global Media qrupu daxil olan yerli mətbuatda Haber Global barəsində hər zaman fəxr ediləsi müsbət xəbərlər, qlobal mükafatlar və Forbes Türkiyə Best Employers 2026 sertifikatı işıqlandırılır. Kanalın internet, sosial media və YouTube üzərindəki milyardlıq qlobal baxış reytinqləri əsas gətirilir. Lakin bu rəqəmsal parıltı kanalın ənənəvi TV-də rəqiblərindən çox geridə qaldığı reallığını ört-basdır edə bilmir. Elnur Abdullayevin təsisçiliyi ilə 2018-ci ildə Türkiyənin ən yaxşı xəbər kanalı olmaq iddiası ilə yola çıxan kanal, bugün rəsmi auditoriyanı ölçən yeganə qurum televizyon izləmə araşdırmalarının TİAK hesabatlarında kəskin gerilik göstərir. Gündəlik izlənmə payı cəmi 0,33%dir. Ranini.tv məlumatlarına görə ən baxımlı axşam saatlarında göstərici 0,30%-ə düşür və daxili xəbər bulletinləri ilk 50-yə daxil ola bilmir. Televizyon izləmə araşdırmaları TİAK və MyNet maqazin hesabatlarında Halk TV 3,4%, CNN Türk 1,76%-lə liderdir. NTV və Habertürk kanaldan dəfələrlə öndədir. Haber Global'ın reyting qonşuları isə cədvəlin ən sonunda yer alan KRT TV, Ulusal Kanal və TRT Türk kimi kiçik peyk kanallarıdır. İstanbuldakı nəhəng studiya və yüzlərlə işçiyə baxmayaraq, illik göstəricidə Kanal 7-dən 2,88% çox geridədir. CNN Türk maqazin kimi analiz platformalarının hesabatları da göstərir ki, illik ortalaması 0,40%-in altında qalan bir kanalın daxili reklam bazarından gəlir əldə edərək xərclərini çıxarması qeyri-mümkündür və layihə hələ də holdingin dotasiyasından qurtula bilməyib. 2018-ci ildəki insan yönümlü xəbərçilik ideyası nəcib bir vizyon olsa da, kəskin siyasi tərəfkeşliyə vərdiş etmiş Türkiyə TV tamaşaçısına xitab etmir. Bəs görəsən TV reytinglərindəki bu geriliyi rəqəmsal baxış sayları ilə pərdələməklə baş direktoru Məmməd Gülməmmədov olan Management Holding rəhbərliyini və sərmayə yatıran rəsmi strukturları aldadaraq hansı uğur illüziyasını yaradırlar? Xatırladaq ki, 2018-2022-ci illərdə bəzi internet portallarında Türkiyə mediasında Elnur Abdullayevin adı keçmiş fəaliyyətləri ilə bağlı Nurçu və ya FETÖ tərəfdarı kimi qələmə verilmiş. Mətbuatda Haber Global'ın sahibi FETÖ imamıdır başlıqlı iddia xarakterli yazılar dərc olunmuşdur.